Z nəslinin texnologiyalara inamı azalır. Amerika Birləşmiş Ştatında fəaliyyət göstərən Gallup şirkətinin apardığı son sorğu gənclərin süni intellektə münasibətində nəzərə çarpacaq dəyişiklik olduğunu göstərir. Business Insider nəşrinin yaydığı məlumata görə 14-29 yaş arası təxminən 1600 nəfərin iştirak etdiyi tədqiqatda texnologiyaya olan müsbət münasibətin azaldığı müəyyən edilib. Araşdırmaya əsasən süni intellektə qarşı yüksək həvəs göstərənlərin payı son bir ildə 36%-dən 22%-ə enib. Ümid hissi ifadə edənlərin göstəricisi isə 18%-ə qədər azalıb. Eyni zamanda mənfi reaksiyalar artıb. Respondentlərin 31%-i texnologiyaya qarşı qıcıq hiss etdiyini bildirib. Narahatlıq səviyyəsi isə təxminən 40% olaraq qalır. Bununla belə sorğu iştirakçılarının yarası bu alətlərdən həftədə ən azı bir dəfə istifadə etdiyini qeyd edib. Mütəxəssislər hesab edir ki, bu tendensiya texnologiyaya münasibətdə daha realist və ehtiyatlı yanaşmanın formalaşdığını göstərir.